orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti ödənilməlidir. Məlumatımız yoxdur, ona görə də almamışıq. Xeyr, məlumatım yox idi bu arada. İşdən çıxdıqdan sonra işsizlik müavinəti almaq əmək müqaviləsinin şərtlərinə və yerli qanunvericiliyə əsasən müəyyən edilir. Belə ki, işçi öz günahı olmadan işsiz qalarsa və lazımi sənədləri təqdim edərsə, dövlət tərəfindən müəyyən müddət ərzində işsizlik müavinəti ala bilər. O haqda heç məlumatım yoxdur. Ümumiyyətlə, rəsmi şəkildə, müqaviləli şəkildə harası işləmisinizmi? Müqavilə şəkildə işləyirəm, bəli. Nə, harada işləyirsiniz? Tibb işçisiyəm. Tibb işçisi. Bəs bilirsinizmi, işdən çıxdıqdan sonra müəyyən bir müddət ərzində siz işsizlik müavinəti ala bilərsiniz? Elə bir şeylə məlumatım yoxdur, heç maraqlanmamışam da. Öz xahişimlə işdən azad olmuramsa, sahibkar azad edirsə, o mənə gəlir ki, sahibkar minimum 3, beləsə 6 ay maaşı ödəməlidir. Heç vaxt işləməmisiniz? Rəsmi, müqavilə Yox, yox. olmayıb. Ya, Yox. işləmisiniz? İşləyirəm. Nə kimi işlərdə işləyirsiniz məsəl hazırda? Ustayam. Ustasınız. Bəs ümumiyyətlə işdən ayrıldıqdan sonra rəsmi işlərdə məlumatınız varmı ki, siz həmin maaşı ala bilirsiniz? Yoxdur məlumatım o haqda. O haqqda məlumatınız yoxdur. Maraqlı gəlməyib, işləməmişəm, onun üçün maraqlı gəlməyib. Mən bilən almır heç kəs. Almırlar, xeyr. Bəs rəsmi işdə işləmisinizmi? Mən işləmişəm, çoxdan işləmişəm, amma Rəsmi işləyib ayrılmısınız? ayrılmışam, rəsmi işləyib ayrılmışam. Ondan sonra maaşınızın bəs 3 ay boyunca almısınızmı? Xeyr. Niyə? Səbəb nədir? Belə biz, nə bilim, verməyiblər, elə öz maaşımı alıb çıxmışam gündəlik, aylıq maaşımı alıb çıxmışam. Bilirsiniz, onu çox adam bilmir də. Çox adam bilmir, onun məlumatımız yoxdur, ona görə də almamışıq. Xeyr, məlumatım yox idi bu arada. Özüm hərbiçi işləmişəm, yəni bu barədə də heç bir məlumat verməyiblər ki, olar və yaxud da ki, belə bir şey var və yaxud da ki, yoxdur. Ümumiyyətlə rəsmi işdə işləmisinizmi? Bəli. Bəs harda işləmisiniz, necə işləmisiniz? Televiziyada işləmişəm, nazirlikdə işləmişəm. Rəsmi olub, müqavilə olub. Bəli. Ayrıldıqdan sonra isə almamısınız? Bir dəfəlik almışam. 3 ay boyunca almamısınız? Yox. Niyə? Səbəb nədir? Yəqin ki, bilməmişəm də ona görə. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviləsindən xitam verilməsi əsasları qeyd edilmişdir. Bu əsaslardan biri müəssisənin ləğv edilməsi, digəri isə işçilərin sayının ixtisarı ilə bağlıdır. Əgər işçilərə bu səbəbdən xitam verilərsə, onların əmək stajından asılı olaraq işdən çıxma aşağıdakı şəkildə müavinəti təyin edilərək ödənilməlidir. Belə ki, 1 ilədək əmək stajı olan şəxslərə orta aylıq əmək haqqı məbləğində, 1 ildən 5 ilədək əmək stajı olan şəxslərə orta aylıq əmək haqqının 1,4 misli məbləğində, 5 ildən 10 ilədək əmək stajı olan işçilərə orta aylıq əmək haqqının 1,7 misli miqdarında, 10 ildən daha çox əmək stajı olan işçilərə isə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti ödənilməlidir. Bundan əlavə, aşağıdakı hallarda işçiyə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət verilir. Həmçinin qeyd etmək istəyərdim ki, əgər əmək müqaviləsinin 68-ci maddənin 2-ci hissəsinin C bəndi, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və 74-cü maddənin 1-ci hissəsinin A bəndi, yəni işçi hərbi və ya alternativ xidmətə çağırılarsa və C bəndi əmək qabiliyyətinin 6 aydan çox müddətə fasiləsiz davamlı itirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərsə, bu halda da işçiyə onun əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti ödənilməlidir. Əgər işçi vəfat edərsə, onun vərəsələrinə orta aylıq əmək haqqının 3 misli məbləğində işdən çıxma müavinəti ödənilir. Bundan başqa, müəssisənin mülkiyyət formasının dəyişməsi səbəbindən əmək müqaviləsindən xitam verilərsə, işçiyə orta aylıq əmək haqqının 3 misli məbləğində müavinət ödənilməlidir. İşsizlikdən sığorta ödənişinin verilməsi işsizlikdən sığorta haqqında 30 iyun 2017-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə ki, qanunun tələbinə əsasən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin say və ştatının ixtisar edilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi, müəyyən müəssisədə çalışan işçinin işlə bərpa olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, müəyyən müəssisədə çalışan işçinin həqqi hərbi xidmətdə ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtma hüququndan istifadə edilməsi və həmçinin əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş işçilərə şamil olunur. Belə ki, həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək məşğulluq alt sistemində məşğulluq haqqında qanunun tələblərinə uyğun olaraq işsiz şəxs kimi qeydiyyata alınır və bundan sonra ərizə və digər zəruri sənədləri toplayaraq müvafiq
müvafiq qurumlara müraciət edib işsizlikdən sığorta ödənişi əldə edirlər. Sığorta ödənişinin məbləği sığorta stajından asılı olmayaraq şəxsin itirdiyi orta aylıq əmək haqqının 50% məbləğində müəyyən edilir. Əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar sığorta ödənişi alan şəxslərə sığorta ödənişi müraciət zamanı 3 ay müddətinə təyin olunur. Bu halda təkrar müraciət olunmasına yol verilmir. Digər hallarda isə sığorta ödənişi ilkin müraciət zamanı 6 ay müddətinə, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Bir məsələni də qeyd etmək istəyərdim ki, himayəsində 18 yaşına çatmayan uşaqları olan şəxslərə sığorta ödənişinə 5% məbləğində əlavə təyin edilib ödənilir. Əgər bir ailədə həm ərə, həm də arvadın belə bir hüququ varsa, bu sığorta ödənişi onlardan yalnız birinə təyin olunacaqdır əlavə şəklində.